nəqliyyat mübadilə məntəqəsinin ərazisində 3 dayanacaq var. Həmin dayanacaqlardan isə cəmi ikisində Bakı kart aparatları quraşdırılıb. Lakin həmin aparatların heç biri işləmir. Sərnişinlər isə bildirirlər ki, hər gün getdikləri ünvana gecikirlər. İndi mən də həmin aparatın işləyib işləmədiyini əyani şəkildə sizə göstərəcəm. Bakı kart aparatı hazırda işləmir və kartın balansını artırmaq mümkün deyil. Sanki bu aparatlar suvenir rolunu oynayır. Sərnişinlərin sözlərinə görə Bakı kartın balansını artırmaq üçün bəzən kilometrlərlə yol qət edib marketə getməyə məcbur olurlar. Tələsəndə isə digər sərnişinlərdən onları da keçirtmələrini xahiş edirlər. Sərnişinlərdən bəzisi belə xahişi nəzərə alsa da, əksəriyyəti balansında əlavə pul olmadığını deyərək mənfi cavab verir. Nəticədə sərnişinlər getdikləri ünvana gecikir. Hər gün buradan istifadə edirsiniz? Yorulmuşam, vallahi billahi. Bundan ikinci dəfədir. Gəlirəm, işləmir. Xahiş edirəm vətəndaşlardan. Kimsə qəbul edir, kimsə deyir ki, yoxumdur. Qalıram, gözləyirəm. Elə olur ki, avtobusda buraxmışam. Buna görə. Hansı sərnişindən xahiş edəcəm, qəpik verəcəm, keçəcəm. Başqa yolu yoxdur. Hər gün bu problemi yaşayırsınız? Olur da, üçüncü gəldi mənim başıma gəlir bu. Neçə müddətdir işləmir? Uzun müddət. Hər gün istifadə edirsiniz bundan? Bəli, bəli. Belə olanda nə edirsiniz? Digər sərnişinlərə müraciət edirik ki, qarşılığında pulu veririk, kart vurun. O da ki, vuran da olur, vurmayan da olur. Ona görə çarəsiz qallıq. Aylarla işləmir, elə olur. İşləyir, sonra yenidən işləmir. Uşağa hal-hazırda məktəbə getməlidir, gecişirik. Balansım yoxdur, qalmışam belə, aparatda işləmir. Neyəcəksiniz, nə gedəcəksiniz? Ya taksinə ya da kiməsə pul verəcəm, məni keçsin. Bəs qala sakinləri nə vaxta kimi belə əziyyət çəkəcək? Problemlə bağlı Bakı kartdan bildirildi ki, Qala qəsəbəsində yerləşən terminallarda hər hansı texniki nasazlıq müşahidə olunmur. Mövcud problem elektrik təchizatı ilə bağlıdır. Avadanlıqlara enerji verən elektrik naqillərində qırılma baş verib. Bu səbəbdən hazırda elektrik təminatında çətinlik yaranıb. Problemin aradan qaldırılması üçün işlər aparılır və təxminən 2-3 gün ərzində elektrik təchizatı bərpa olunacaq.